Deməli, bugün başlayırıq sözünün mövzusundan. İngiliscə sözünü demək üçün deyəcək the preposition. Preposition sözünü deməkdir. Ümumiyyətlə, Azərbaycan dilində konkret olaraq şəkilçilər vasitəsilə biz sözü dəyişə bilirik. Amma ingilis dilində bu kimi avantajımız yoxdur. Məcburən biz müəyyən söz qəliblərindən istifadə etməliyik ki, qarşı tərəfə fikrimizi çatdıra bilək. Məsələn, belə ki, müəyyən sözünlər rastımıza çıxacaq. Həmin o sözünlərdə artıq biz tutalım ki, Azərbaycandakı yerli halı və yaxud da içərisində sözünü, məsələn, hər hansısa bir tarixdə dadə şəklini oraya ifadə etmək üçün və yaxud da danışdığımız cümlədə gələcəyə nəzərən qarşı tərəfə nəyinsə iki əşyanın arasında olduğunu və yaxud da 3 və 3-dən çox əşya arasında seçimdə olduğumuzu demək üçün bizə məcburən həmin bu sözünlərin istifadəsi zəruridir ki, biz bunları istifadə edək. İndi baxaq. Hissə baxacağıq, amma əsas məqsədim nə olacaq? Hansı yerdə sözünlüyə ehtiyac yoxdur? Əsas buna baxmaq lazımdır. Hansı yerlər lazım olacaq ki, mən orada sözünü istifadə etməli deyiləm. Əsas fikrinizi ora yönləndirin ümumiyyətlə sözünüzdə. Belə, deməli, in, dadə içində deməkdir. Harda istifadə olunur, ona baxın. İllər, aylar, əsrlər, fəsillər. Bunları bildirəndə qarşısında in sözünü gələcək. Baxırsınız. Sonra mənasında gələcək zaman bildirir. Bəzən abituriyentlər elə bilir ki, xüsusilə də zaman testlərini işləyərkən düşünürlər ki, in sözünüsü gəldisə, bu indiki zamana aiddir. Xeyr, söhbət gedir gələcək zamandan. In sözünüsü gəlirsə, söhbət gedir gələcək zamandan. Deməli, I'll call you in 5 minutes. Mən səni 5 dəqiqə sonra yığacam. Yəni, mən sənə 5 dəqiqə sonra zəng eləyəcəm. Bu nöqteyi nəzərdən yanaşırıq. Daha sonra ölkə, şəhər, kənd, dağ, bağ sözlərinin qarşısında in sözünüzü gələcək. In Georgia, in Rustavi, in my village, in the settlement, in the yard. Bu şəkildə. Sonra ayların qarşısında in. Sonra bəzi istisnaları var. Diqqətlə nə yadınızda saxlayın. Konkret olaraq dekabr ayında dekabr ayının özünü nəzərdə tutursa, sırf in gələcək. Sırf səhərin özü in the morning və nələrə diqqət eləyin? The artikelları haralarda gəlir. Yaxşı. Sonra görürsünüz, fəsillərin qarşısında birbaşa gəlir. Amma çayda, dənizdə deyəndə the artikelına zərurət yaranır ki, istifadə olunsun. Məsələn, bax, burada deyir ki, in my childhood, mənim uşaqlığımda. Artıq bir növ keçmiş zamana səyahət eləmiş olduq. Zamanları keçəndə orada deyəcəm sizə yenə. In sözünüzü bəzi hallarda, yəni dəqiq zaman kəsiyi göstərəndə, məsələn, uşaqlığımda. Tutalım ki, hal-hazırda danışan adamın 40 yaşı var. O deyir, uşaqlığımda artıq söhbət nədən gedəcək? Onun keçmişindən. Lakin, tutalım ki, hər hansısa bir şəxs, bayaq yuxarıda cümlə oxuduq, 5 dəqiqə sonra zəng eləyəcəyini məlum eləyirsə, orada təbii ki, söhbət gələcək zamandan gedəcək. Yəni, in sözünüsünün keçmiş zaman bildirdiyi mərhələlər də var. Sadəcə olaraq müəyyən zaman kəsiyini ifadə etməlidir orada. Məsələn, tutalım ki, kimsə danışır, deyir, gənclik illərimizdə, biz tələbəliyimizdə, məsələn, dərsdən sonra gedib kitabxanada kitab oxuyurduq. Bu artıq onun keçmişi ilə bağlı olan cümlədir. Niyə? Çünki onun gənclik dövrü hazırki yaşının geridə qalmış dövrüdür. Sonra, in the middle və nə ilə işlənir? Of-la. In the corner of the room, otağın küncü. Sonra, bax, kreslo inlə işlənir. Amma divanda 10 deyəcək, diqqətli olun bunlara. Bu həftə lüğət tərkibi verməyəcəm sizə. Konkret olaraq bunları lüğət kimi əzbərləyin. Yəni, 2 vur 2 4 elədiyini bildiyiniz kimi konkret bunları əzbərləyin. Yəni, bunun əzbərdən başqa çıxış yolu yoxdur. Maşında, taksidə demək istəyirsinizsə, in a car, in a taxi bu şəkildə deyəcəksiniz. Var, vaxtın ifadəsi, in time. İsti havada, pis havada,
In bad weather, in hot weather bu şəkildə gedəcəyik. Sonra təhlükədə məsəl üçün in deyincə. In my opinion equal to my mind. Yəni in my opinion da desəz eyni ifadədir, to my mind da desəz eyni ifadəyə gəlib çıxacaq. Sonra bax burada ifadə var. In advance, əvvəlcədən. Məsələn, paragrafları yazanda orada bu kimi ifadələrdən istifadə eləsəz, sizin writingdə, yəni yazı bacarınızda əlavə bonuslar almağa imkanınız var. Məsələn, Marker müəllim də yoxlayanda görəcək ki, bu insan artıq iştirak etmək sözünü to take part in ifadəsini bilir ki, bu buraya daxil edib. Yəni, sizin paragraflarda işinizə yarayacaq hissələrin əksəriyyəti burada var. Maksimum diqqətli olun. Deməli, bu cədvələ əzbərləyəcəyik, bu hissəni. Daha sonra bunları mütləq əzbərləyəcəyik. In ilə olan ifadələrdir. Mütləq əzbərləyin. Sonra, bax, məsələn, to take an exam in, imtahan vermək. Bunu necə eləyəcək? Bəzən article da buraxır, söz onu da buraxır. Deyir, boşluğu doldur. Siz bunu bilməlisiniz ki, take an exam in. An article və in sözünüzü vasitəsilə gəlir. Bu zaman sizin üçün rahatlıq təmin olunacaq. Sonra məsələn zəngin olmaq. Rich in, to be rich in. Sonra yerində qalmaq, yatdığı yerdə qalmaq. To stay in bed bu şəkildə olacaq. Sonra yaşıl geyimdə biri. Sonra pıçıltı ilə danışmaq. Uca səslə danışmaq, alçaq səslə danışmaq. Bax bu kimi şeylərə diqqətli olun. Sonra bax ifadə var. To be in charge of, məsuliyyət daşımaq. Sonra ət, dadə yanında, arxasında. Deməli, ət sözünün dadə mənası da var. Eyni qayda ilə ində də var idi. Lakin bunlar arasında müəyyən fərqliliklər var. Bu yanında, arxasında mənasını verəcək. Deməli, saatın qarşısında at 6 o'clock. Novruzda bayram sözü yoxdur, gün sözü yoxdur, ət işlənir. Amma harda dey sözü gördünüz sözlərin içərisində, ifadələrdə avtomatik on yazın. At night, in the night. Bunlar bir-birinə bərabərdir. Sonra at midnight, at noon, at dawn, at sunrise, at sunset. Sunrise gün çıxandadır, sunset gün batımıdır. At the age of, bax bu əl ifadədir, istifadə edəcəksiniz paragraflarda. Ümumiyyətlə, özüm paragraflarda nəzarət eləyəcəm. Bu frazoloji birləşmələrdir, sonra prepositional phraselərdir, yəni tərkibində sözün olan söz ifadələri, birləşmələri. Bunlardan mütləq istifadə eləməyə üstünlük verin. Və cəhd eləyin ki, verilmiş cümlələri bunlar vasitəsilə də ifadə eləyə bilərsiniz. Sonra quzular, bax, at last var, at least var. Və diqqətli olun. At first da var əvvəlcə, at once var. Bax, bu şeylərə maksimum diqqətli olun. Yenə deyirəm, söz ehtiyatı bu həftə verməyəcəm sizə. Sadəcə sözünü ilə olan ifadələri əzbərləyin. Sonra başqa burada nə var? Və məsələn, at the blackboard, lövhənin yanında. Bayaqdan arxasında, içərisində dadə kimi hardasa tərcüməyə gəlirdi yeri. Amma burada konkret arxasında, yanında. Məsələn, bax, tutalım ki, demək istəyirsiniz ki, mən part arxasında əyləşmişdim. At the desk, at the table. Hamısı paragraflarda istifadə edəcək. Məsələn, pəncərənin yanında demək istəyirəm. At the window. Sonra dəniz kənarında, at the seaside bu şəkildə. Küçənin tinində. Biri var küçənin küncündə, biri var küçənin tinində. Artıq at the corner of the street. Amma otağın küncündə ifadəsi vardı burada. Görüm, hara getdim. Eyni ifadədir. In the corner of the room. Otağın küncü olanda inlə. Küçənin küncü olanda ətlə. Gördünüz necə fərqlənir? Diqqətli olun.
Sonra to be good at, to be bad at. Nədəsə yaxşı olmaq, nədəsə yaxşı olmamaq. To arrive at the airport, to drive up to the airport. Aeroporta çatmaq. To knock at, döymək. Look at, baxmaq. Ümumiyyətlə, look tək olanda görünmək deməkdir. Look at, baxmaq deməkdir. Sonra keçdik on sözünüsünə. Da, də deməkdir, lakin bu üstündə, üstünə deməkdir bu şəkildə. Həftənin günləri ümumiyyətlə tərkibində dey sözü olan birləşmələr onunla işlənir. Yadınızda saxlayın, hansı sözün tərkibində və yaxud da yanında dey sözü varsa, mütləq ora on gələcək. Bu qızıl qaydadır. İndi fikir verin, on Christmas day deyir, bir də at Christmas deyir. Yəni bu arasında belə bir fərqliklər var. Ayların yanında tarix olanda. Bayaq yadınıza gəlir, sizə dedim ki, konkret dekabr ayı, in December. Amma konkret olaraq dekabr ayındakı dekabrın 5-ci günü, yəni 5 dekabr, o artıq olacaq 10 the 5th of December. Dekabrın 5-ci günü, yəni 30-31 gündən ibarətində bir ay, düzdür? Həmin bu tarixlər arasında həmin qeyd olunan xüsusi bir gün, bir tarix. Ona görə sözünü dəyişir, ayın yanında rəqəm gələndə 10 sözünüsünə. Lakin sadəcə dekabr deyə keçərli olacaqdısa, olacaqdı in December. Sonra quzular, morning, afternoon, evening sözlərin qarşısında həftə günü olanda, bax burada 2 dənə söz yanaşı gələcək. Morning tək olanda yazıram in the morning. Bayaq onları elə belə qeyd eləməmişdim. Amma morningin qarşısına söz gələndə birinci qarşıda dayanan söz hansı söz önünü tələb eləyirsə, onu qəbul eləyəcəm. Bu bilsiz hansı qaydaya oxşadır? Artikldakı keçmişdir. Məsələn, deməli, ismin qarşısına sifət təyin edicisi gəlir. Həmin o sifət təyin edicisi, məsələn, deyirəm ki, an apple, düzdür? Bir alma. Biri də var deyirəm ki, a red apple, bir qırmızı alma. Artıq burada fərq nə oldu? Alma deyirəmsə, söhbət an apple-dan gedir. Eyni ilə səhər demək istəyirəmsə, in the morning deyəcəm. Yox, bazar ertəsinin səhəri demək istəyirəmsə, qarşıda gələn söz kimdir? Monday. Monday sözünə görə sözünü on olur. Amma yenə sözünü kimlə uzlaşır? Morning sözünə görə. Yəni, əvvəldə gələn kimdirsə, onun sözü keçərlidir. Bu hissələrə qədər probleminiz yoxdur, tam başa düşdünüz? Evet. Yaxşı, davam eləyək. Görürsünüz, dey sözü gəlib 10. Amma eləcə pasxa günü deysəm, ətlə qalacaq. Dey gələn kimi avtomatik ona çevrilir. Sonra eve söhbəti var burada ərəfəsində. On the eve. Deməli, eve, dey, bunları görən kimi ona atın. Sonra diqqət etsək əksəriyyətə. Bax, məsələn, night. Night sözün qabağında Saturday gəlib deyə sözün olub 10. In time da var, on time da var. Hər ikisi mövcuddur. Sonra anniversary il dönümüdür. Burada da online gəlir. Məsələn, morning sözün qabağına 10 gəldi, bunu dedik. Başqa. Bax, sonra sizi çarıqdıran nə olacaq? On the radio, on TV. Bax, bunlara fikir verin. Sonra endirimdə, on sale. Çox adam bunu satışda bilir. Satışda deyil, endirimdə deməkdir bu. On the page, səhifədə. Bax, məsələn, divanın üstündə əyləşirik. Kresloda oturanda, kreslonun sağ və sol tərəfində maneə var. Ona görə oturanda içəri düşürük. Olur in the armchair. Amma divanda oturmaq deyəndə səthin üzərində əyləşirik deyə olacaq on the sofa. Yəni məkan genişliyi var o nöqteyi nəzərdən. Avtobusda, təyyarədə, gəmidə, qatarda, hətta at belində on a horse olacaq. Sonra stolun üstündə olacaq on the table. Deməli, at the table olanda, stolun arxasında, at the desk olanda, partanın arxasında bu kimi məlumatlarla gələcək. Sonra
Xəritədə on the map, orta hesabla on average. Bir tərəfdən, digər tərəfdən on the one hand, on the other hand, bunlara diqqət eləyin. Sonra on sözünüsü ilə verilən deməli ifadələr var. Mütləq əzbərləyəcək bunları. Nələr haqqında danışıramsa çalışın əzbərləyin. Bax, vəsair sözü var. And so on. Sonra depend on, rely on, güvənmək, believe sözü ilə sinonim verirlər bunu. Put on geyinmək, put on weight, kökəlmək. Yəni çək almaq. Try on, geyinib yoxlamaq. To be on fire, yanmaq. To be on duty, növbətçi olmaq. Duty əslində vəzifədir. Vəzifədə olmaq, yəni növbətdə olmaq. Turn on, switch on. Bunlar hamısı qəbula düşmüşlər də, görmüşəm bunları bir neçə dəfə. Təyyarəyə minmək, get on a plane. Ümumiyyətlə, hansı nəqliyyat vasitəsinə minməyi nəzərdə çatdırmaq istəyirsinizsə, to get on-la gəlir. Təyyarə ola bilər, qatar ola bilər, avtobus, gəmi, bu şəkildə. Sonra davam etmək var, to go on. Piyada gəzmək isə to go on foot, bu şəkildə olacaq. Sonra dəniz səyahətinə çıxmaq, to go on a cruise. Ekskursiya getmək, ezamiyyətdə olmaq. To be based on, əsaslanmaq. To be keen on, bərk istəmək. Keen on, məsələn, want feilinin daha belə qabarıq versiyasıdır. To be on bad terms, yəni münasibətlərin pis olduğu vaxt. Həmsərhəd olmaq, border on, ifadələrin də mətnlər oxuyanda orada sizin işinizə yarayacaq. Sonra, üzərində pul olmaq, to have on, or to have money on, to have money about, hər ikisindən işlədə bilərsiniz. Bax, digər sözünlərdə yanında əzbərləyin ki, fikrini cəmləmək, nəzərini cəmləmək, sonra carry on, go on, bunlar hamısına da davam etmək. Continue sözü yenə bunlarla sinonim olacaq. To'nu da danışam, with-ə qədər əzbərləyərsiniz. To, a, ya kimi olacaq və adətən istiqamət bildirəcək. Deməli, a moment to somebody. A monument to somebody. Kiməsə abidə. According to, görə əsasən. A letter to, kiməsə məktub. A solution to, həll. To reaction to, reaksiya. Bax, uşaqlar, cavab sözü an answer to. Amma cavab vermək feil versiyasında to almır. Bax, bunun qarşısındakı artiklla to hissəcinə maksimum diqqətli oluruq. A visit to, harası səfər. Amma səfər etmək artıq özündən sonra to almır. Bax, bu 2-3 hissə var, bunlara diqqətli olun. To my mind. To the right, to the left. Sağda, solda. To listen to pay attention to come to return to, walk to, go to bed, go to work, go to school. Agree to something, to speak to talk to stay to get to gedib çatmaq. Come up to, yaxınlaşmaq. Dəqiqə. Abunə olmaq məsələn YouTube üzərindən. Evli olmaq kimlənsə to be married-dir. Nişanlı olması to be engaged to-dur. Diqqətli olun, bunlar ifadələr düşür. Apologize to somebody for something. Kimdənsə nəyəsə görə üzr istəmək. To, for. Bax, bu düşür. Bu düşmüşdü daha doğrusu bir dəfə. Reply to. Sonra look forward var uşaqlar. Nəyəsə yolunu səbirsizliklə gözləmək. To be equal to, bərabər olmaq. To be devoted to, sadiq olmaq. Belə, zəhmət olmasa qızlardan biri yazsın qrupa. Deməli, sözünün mövzusundan with-ə qədər bütün ifadələri əzbərləmək növbəti dərsə. Fərqədər. Bir dəqiqə.
in sözünüzündən. Kitabda səhifə, kitabın özündə mən görə bilmirəm. Bu bir dəqiqə baxım. Düz üstü müəllimə. Düz gedir səhifə ilə. Hə. Onda qeyd edin zəhmət olmasa. Deməli 98-dən. Mənim 103 idi. 103. sonuncu. Hə. Bir dəqiqə. Var mı? Yuxarıda var. Hə, gördüm. Okay. Deməli 103 budursa. 103, 102, hə, burada da var. Ana bir dənə elə bir fərq var da, bir verək. 100. Hə, elə bir ki, səhifə 100-dən 104-ə gedir. Kitabın özündə. Sözünü maraqlı bölmədi. Sadəcə səbr tələb edir ki, əzbərləyəsiniz. Bir də müəyyən yerlər var. İndi onlar haqqında danışacağam. Bu həftə yəqin ki, bitirəcək sözünü. Bir də nəyə baxacaq? Qoy bunu da deyim sizə. Aliyə, sən yazsansa yaz qızım. Səhifə 107-ni qeyd elə, zəhmət olmasa. Hardan? Hansı dərslikdə? Elə həmin bu dərslikdə. Hə, tamam. 107. Bəli. İndi gəlin bunlar haqqında danışım sizə. Bunlar maraqlıdır. Söz yox, dərsin hamısı maraqlıdır. Bu hissə biraz xüsusi fərqlənir. Deməli, tön sözünüsü müəyyən başqa, daha doğrusu feili müəyyən sözünlər qəbul eləyib ifadə və vasitəsini dəyişə bilir. Necə? Turn to, müraciət eləmək, dönmək. Turn on, yandırmaq. Turn off, söndürmək. Turn up, qaldırmaq. Turn down, azaltmaq, rədd etmək. Turn into, nəyəsə çevrilmə. Yəni bir versiyadan digər versiyaya çevrilmə. Put into, içərisinə qoymaq. Put off, təxirə salmaq. Sonra put on, geyinmək. Put up, uzatmaq, tikmək, inşa etmək. Put out, söndürmək, yanğını. Sonra bunlar da əzbərləyəcəksiniz. Amma feilin yanında ifadəyə sonra tərcümə belə əzbərləyin. İşinizə yarayacaq bu. Deyəcəm harada. Take part in, iştirak eləmək. Take time, vaxtını almaq. Take after, bu oxşamaqdır. No, xəsiyyətcə oxşamaq. Take photo of, şəklini çəkmək. Take care of, qayğısına qalmaq. Take for a walk, gəzməyə aparmaq. Take off, soyunmaq, bir mənası. Bir mənası da təyyarənin havaya qalxmasıdır. Yəni take off-u görən kimi birbaşa soyunmaq mənasını axtarmayın. Ola bilər ki, kontekstdə təyyarənin havaya qalxmasından danışılır. Bax, heç əlaqəsi olmayan şeylərdir. Take place, baş vermək. Sonra take a taxi, taksi tutmaq. Take out of, çıxarmaq. Sonra look, lookla bağlı görürsünüz, bu xeyli ifadəmiz olacaq. Look özü görünmək deməkdir. Bayaq əvvəldə də qeyd elədim sizə. İndi nəyə baxırsınız? Look at. Look görünməksə, look at, baxmaq. Look about, ətrafa göz gəzdirmək. Look after, qayğısına qalmaq. Look for, axtarmaq. Look up, bax, look up. Lüğətdən söz axtarmaq. Look up and down, başdan aşağı nəzər keçirmək. Look out, diqqətli olmaq, çölə baxmaq. Look forward to, səbirsizliklə gözləmək. Look like, oxşamaq, amma xarici görünüşcə. Look round, ətrafa baxmaq. Look through, gözdən keçirmək. Look into, içinə baxmaq, araşdırmaq. Look out of the window, pəncərədən baxmaq. Look in surprise, təəccüblə baxmaq. Bu şəkildə. Sonra get feili ilə bağlı. Get on a train, get on a bus. Qatara, avtobusa minmək. Böyük nəqliyyat vasitələrinə. Get off, 2 f ilə. A train, a bus. Qatardan, avtobusdan düşmək. İndi kiçik nəqliyyat vasitəsinə minmək və kiçik nəqliyyat vasitəsindən düşmək. Deməli, get on, get off, 2 f ilə olan. Qatara minib, yəni böyük nəqliyyat vasitəsinə minib düşməkdən gedir söhbət.
Lakin get into a taxi, a car. Bunlar hamısı kiçik nəqliyyat vasitəsinə minmək gedir. Amma desəm ki, get out of, kiçik nəqliyyat vasitəsindən düşmək. Get to, got to da var. Gedib çatmaq. Amma evə çatmaq get home'dur. Bunların arasında sözünü yoxdur. Sonra get on with, yola getmək, sözü tutmaq. Get along with. Bu düşmüşdü biriləsə. Rastıma gəlib. Amma get up olacaq oyanmaq, yuxudan oyanmaq. Deməli, wake up ilə get up'ın da biz fərqini bilirik. Wake up olanda yerinin içindədir, hələ gözlərini açır, yerindən qalxmıyor. Amma get up olanda artıq yerindən qalxıb. Belə, bir dənə də səhifə 107-ni əzbərləyəcəyik. Maksimum 3 hissəyə bölüb bitirəcəm bu dərsi. Digərlərdə yaxşı maraqlı hissələri var. Sual və təklifiniz yoxsa çəkilişi dayandırım. Xeyr, mənim. Dəqiqə.